Bugün Dünya Baxışda izləyəcəksiniz. Vicdan məhbusu Cabbar Savalanlı azadlıqda. Putin Mars seçkisinin şəffaf keçməsini istədiyini deyir. Möqtədə Əl-Sədr İraqda yeni parlament seçkilərinə çağırır. Dünyaya Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Vaşinqton. Dekabrın 26-sında AXCP Gənclər Təşkilatının üzvü gənc bloger Cabbar Savalanlı Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib. O, Amerikanın Səsi radiosuna müsahibəsində əfv üçün müraciət etmədiyini və siyasi fəaliyyətini AXCP sıralarında davam etdirəcəyini bildirib. Cabbar Savalanlı onu müdafiə edən hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatlara və mediaya minnətdarlıq edib. Yəni, bu mənim dünya görüşüm cəhətdən, siyasi qabiliyyət matematikasında mənim üçün çox böyük önəmlər oldu. Çox böyük dəstəklər oldu. Mənim necə bir insanların bir mübarizəni apardığımı şahid oldum və bununla da qürur duydum. Həm Azərbaycanda bir çox bizim yoldaşlarımızın bizə verdiyi dəstəklər, bir çox təşkilatların, bir çox qəzetlərin, bir çox partiyaların, qeyri-hökumət təşkilatlarının, xarici təşkilatların verdiyi dəstəklər əlbəttə ki, bizim mübarizə əzmimiz daha da artırdı. Cabbar Savalanlı 2011-ci il fevralın 5-də saxlanılıb. Məhkəmə onu 0,17 qram tiryək saxlamaqda ittiham edib. Yerli və beynəlxalq hüquq müdafiəçiləri cənab Savalanlıya qarşı cinayət işinin onun sosial şəbəkələrdə siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Amnesty International Cabbar Savalanlını vicdan məhbusu elan edib. Rusiyanın baş naziri Vladimir Putin gələn ilin mart ayında keçiriləcək prezident seçkilərinin tamamilə şəffaf olmasını istədiyini deyib. Tərəfdarları ilə görüş zamanı cənab Putin seçkilərin ədalətli keçirilməsi yolları barədə danışıb. Cənab Putin onlara prezident seçkilərində qalib gəlmək naminə saxtakarlıqlara yol verilməməli olduğunu deyib. Dekabr ayının 4-də keçirilən parlament seçkilərində qanun pozuntuları haqqında iddialar ortaya çıxdıqca geniş miqyaslı nümayişlər vüsət alıb. Etiraz aksiyalarının Moskva təşkilatçılarının bildirdiyinə görə havanın şaxtalı olmasına baxmayaraq dekabr ayının 24-də keçirilən aksiyada 100 mindən çox insan iştirak edib. Dünyaya Baxış web xəbər bülletenini izləyirsiniz. İraqın Amerika əleyhdarı Şiə ruhanisi Möqtədə Əl-Sədrin rəhbərlik etdiyi siyasi blok İraq parlamentinin buraxılmasına və növbədənkənar seçkilərin keçirilməsinə çağırıb. Bu addım ölkədə tərəqqatlar arası böhranı yenidən aktuallaşdıra bilər. Siyasi böhran paytaxt Bağdadda Əl-Qaidəyə bağlı sünni ekstremist şübhəlilərin hücum dalğasından sonraya təsadüf edir. Sədrçilər deyir ki, ölkənin hazırda dərinləşən siyasi problemlərinin həll etməyin yeganə yolu yeni seçkilərdən keçir. Buna səbəb hazırki hökumətin ölkənin bölünməsinin qarşısına alacaq qərarlar verməkdə çətinlik çəkməsidir. Gərginlik İraqın Şiə baş naziri Nuri Əl-Malikinin sünni vitse-prezident Tariq Əl-Həşiminin həbsi barədə göstəriş verməsindən sonra daha da artıb. Əl-Haşimi cinayət dəstəsi saxlamaqda şübhəli bilinir. Ərəb Liqasının müşahidəçi qrupu Suriyanın Homs şəhərində təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı zorakılıqları dayandırmasına təminat altına almaq və siyasi məhbusları azad etmək üçün ölkəyə səfər edir. İnsan haqları müdafiəçiləri son günlərdə hökumət qüvvələrinin etirazçılara qarşı hücumları artırdığını, lakin müşahidəçilərin şəhərə gəlməsindən biraz əvvəl tankların bir qisminin şəhəri tərk etdiyini deyir. Baş qərargahı Londonda yerləşən Suriya İnsan Haqları qrupunun bildirdiyinə görə, hərbi qüvvələrin 30 nəfəri qətlə yetirməsindən bir gün sonra, bugün 20 minə yaxın etirazçı Homsda yenidən bir araya gəlib. Ərəb Liqasına daxil olan 8 dövlətin müşahidəçilərinin bugün Suriyanın İdlib, Həma və Dərada daxil edilməklə digər şəhərlərinə gedəcəyi deyilir. Bugün Dünyaya Baxışda sizə çatdıracaqlarımız bu qədər. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Emil Quliyev sizinlə xudahafizləşirəm. Siz isə Amerikanın Səsini həmişə olduğu kimi 3w.amerikanınsəsi.org-da izləməyə davam edin. Sabah eyni ünvanda görüşənədək.